Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz. Demək, Təminə xanım bizdə 10 gün öncə Ramid Otu tərəfindən rinoplastika, septoplastika əməliyyatı icra etmişik. Biz zəhmət olmasa fikirləri danış. Ramid Otu necə gördün? Necə oldu gəldin doktorun qəbuluna? Əməliyyatından bir neçə gün keçdi, gəlmə şikinliyi oldu mu? Sonra özünü necə hiss elədin? Sonra gips silikon çıxanda ağrı oldu mu? Burnunu gördün, necədir? Bu haqqda qısaca danışaq da. Göstərdiyimdən tamamilə fərqlidir, çox qəşəngdir, bu dərəcədə dəyişiklik olduğunu gözləmirdim və çox rahatdır. Həqiqətən də Ramid Otura gəlmək olar mı? Olar. Bir də ki, xanımın bizdə padırqası əməliyyatı olmuşdu bir ay. Əfsanə xanım. Əfsanə xanım bir ay öncə əməliyyat olmuşdu. Həmin xanımın bunun nəticəsini görüb bütün demək olar ki, rəfiqələr bir-bir gəlir, hamısı da. Çox yaxşı və o xanımı gördüm, mən də qərar verdim ki, Ramid. Bəli. Söhbətdəki Ramid Oturdan söhbət gedir. Hə, indi isə dönək. Burnunuza baxaq. Bir də bəri baxaq. Düz baxaq bura. Bir də burnunuzu qaldıraq. Silikon bir içərisində də hələ. Yox. Çıxıb. Hə, tamam. Bir də sola baxaq. İzləyicilər burada nə demək istəyərsən son olaraq? Məncə seçimi Ramid. Bəri bax. Sağ ol. Bəri.